Nazlı M1V1 versiyalı pilotsuz uçuş aparatının konstruksiya hissəsi demək olar ki 60% yekunlaşıb mən deyərdim. Çəkisi 572 qramdır. Bu vəziyyətdə 3 servodan ibarətdir. Ambar servosu arxasında. Demək qanadlarda da idarə etmə 1, 2, altda da 3 şunuru buradan görsənir. Uçuş 70 km-dən yuxarı nəzərdə tutulub. Mühərrikin açığı elə də istədiyim mühərrik deyil. Deyərdim ki, bu mühərrik məni vəziyyətdən çıxartsın. Fırsasız mühərrik də budur. Güc üçün nəzərdə tutulub. Pərdə 10.45 GPS modulunun tutacağıdır. Və qanadın birini hazırlamışam, yəni bərkitmirəm. Buranı da alıb bərkitim. Bu da ölçülər biraz səhv vermişəm, onu düzəldəcəm. Verməmişim, əslində heç hazırlamamışam o hissəni. Əslində düz damısı. İndi görək nə effekt verəcək və ilk sınaq uçuşu mart ayının ortalarında nəzərdə tuturam. Belə nəzərdə tutulur.